Elhamdülillah. Sual verirlər ki, evə girəndə salam vermək lazımdır, yoxsa yox. Fərqi yoxdur, evdə kimsə var və ya heç kəs yoxdur. Birinci qardaşlar, salam verməyi müstəhəbdir. Almaq vacibdir. Bu birinci salama aid. Evə girəndə, bu barədə dəlil yoxdur ki, evə girəndə Bismillah və s. Sadəcə alimlərdən deyənlər var. Evə girəndə yaxşıdır Bismillah demək. Sonra salam vermək. Əssalamu aleykum və rəhmətullah və barakatuhu ev əhlinə. Hətta bəzi alimlər deyirlər ki, müstəhəbdir, hətta adam olmasa belə salam vermək. İstinad edirlər bəzi alimlər Quran-ı Kərimdə olan ayəyə فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللّٰهِ مُبَارَكَةً طَيِّبًا. Yəni bu ayəni dəlil gətirirlər. Yəni evə daxil olanda salam verginə. Burada indi ayədə deyir öz-özə, lakin həmçinin olanlara da daxildir. Bəzi sahabələrdən gəlib. İbn Ömər radiyallahu anhuma evə girəndə deyərdi ki, Əssəlamu aleynə və alə ibadilləhi salihin. Yəni qəsd edirdi başqa məxluqlarda. Əssəlamu aleynə və alə ibadilləhi salihin. Hansı ki biz ət-təhiyyatda oxuyuruq. Şeyx Albani bu əsərə həsən deyib. Həmçinin İbn Kəsir də Mücahiddən nəql edir. Yəni olar. Amma deyək ki, vacibdir. Yox. Aydındır. Yəni evə girəndə Bismillah deyir. Yenə Əssəlamu aleykum və rəhmətullah. Və ya Əssəlamu aleynə və alə ibadilləhi salihin. Heç kəs olmayanda. Eyb etməz. Evdən çıxanda şey. Həmçinin evdən çıxanda da. Bəzilərinin qəribə gəlir, sağollaşırsan, niyə salam verir? Biz sağ ol, bizdə yoxdur belə sağ ol, dində. Dində yenə salam verilir. Ne üçün? Salam sözü birinci salam Allahın adlarındandır. İkinci də salam mənası nədir? Yəni salamat. Yəni salamat olun, duadır. Esselamu aleykum və rəhmətullah və barakatuhu. Yəni elə bir ki, deyirsən ki, Allahın rəhmətinə, bərəkətinə salamat olun, salamat qalın, məndən arxayın olun, məndən salamat olun. Bu, həmçinin dua mənasındadır. Aydındır, həm görüşəndə, həm ayrılanda. Ona görə, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem əməlidir. Sahabələrin əməlidir. Aydındır, bu qədər. Allah razı olsun.